bugün İslam dini yəni firqələrə bölünüb. İslam ümməti bir neçə təriqət üzrə deməli cərəyanlara parçalanıbdır. Siz bu parçalanmanın ən əsas səbəbini nədə görürsünüz? Bu İslamı siyasətin parçaladı. Yəni bugün iddia edənlərin əksəriyyəti İslamı məhz siyasətin parçaladığını qeyd edirlər ki, Peyğəmbər əleyhissalamdan sonraki xəlifələrin dövründə, yəni onlar belə deyək, doğru dildə desək, taxt uğrunda mübarizəyə qoşuldular və İslam deməli siyasi olaraq mənsəb üstündə parçalandı, firqələrə bölündü. İslamı siyasət parçalamadı, İslamı cəhalət parçaladı. Yəni əgər bu günləri baxsaq, bu təriqətlərin özlərinə baxsaq, mən təriqətlərinin əleyhinə deyiləm. Hər təriqətin özünün təriqət nədir? İslamı yaşamaq üsuludur. Yolları. Bəli, yaşamaq üsuludur daha doğrusu. Təriqət yaşamaq üsuludur. Təriqətdə insan İslamı yaşayır. Bəli. Hər bir təriqətində özünün kuralları, qanunları var, qaydaları var. O qaydalara uyaraq yaşamaq məsələsi var. Bir də var, İslamı sonraki dönəmdə əsas 4 Raşidi xəlifəlik ki var. Həzrət Həsən də ora ərəb olmaqla 5 Raşidi xəlifəlik ki var. Doğrusu xəlifələr deyirlər onlara tarixdə. Bütün bu İslam alimləri də bunun ittifaq olaraq qəbul edirlər. 5 Raşidi xəlifəni. Bu xəlifələrin dönəmindəki məsələn heç bir ayrı seçimlik olmayıb. Hətta bu günləri Həzrəti Əliyə sual verirlər ki, niyə sizin dönəminizdə parçalanma yarandı, amma əvvəlki xəlifələr dövründə parçalanma yaranmadı? Həzrəti Əli deyir ki, onlar mənim kimi insanların xəlifəsi idi, mən sizin kimi insanların xəlifəsiyəm. Yəni İslamı buradan da görünür ki, burada Həzrəti Əli cəhalətə işarə edir. Yəni İslamı cəhalət parçaladı. Ümumiyyətlə İslamiyyətin içindəki məsələlərə baxanda burada o təriqətlər öz yerini tapır. Amma elmlə bunlar davam edərsə, bunlar elmi prinsiplərə söykənərsə, o təriqətlər bir-birini sevəcəkdir. O təriqətlərin necə ki, yaradanlar bir-birini öyüblər, onların davamçıları da onlar kimi olarlarsa, o təriqətlər bir-birini sevəcəklər və nəticədə İslam güclənəcəkdir.